Yeremiya 31-ci fəsil. Rəbb bəyan eləyir. O zaman mən bütün İsrail qəbilələrinin Allahı olacağam. Onlar da mənim xalqım olacaq. İsrail xalqının öz yurduna dönməsi. Rəbb belə deyir. Mən İsrailə dinclik verməyə gedəndə, qılıncdan qaçıb qurtulan xalq çöldə lütf tapdı. Rəbb uzaqdan mənə görünüb dedi. Səni əbədi bir məhəbbətlə sevdim. Buna görə də sevgi ilə səni özümə tərəf çəkdim. Səni yenidən ayağa qaldıracağam. Sən də ayağa qalxacaqsan. Ey bakirə qıza bənzəyən İsrail, sən yenə dəflərinlə bəzənib şadlıq eləyənlərlə birgə rəqsə qoşulacaqsan. Yenə də Samariya dağlarında bağ salacaqsan. Bağ salanlar onun meyvələrindən dadacaq. Bir gün gələcək ki, Efraimin dağlıq bölgəsində keşikçilər qalxın Siyona, Allahımız Rəbbin yanına çıxaq deyə qışqıracaq. Rəbb belə deyir, Yaqubu sevinclə tərənnüm eləyin, millətlərin başçısı üçün səs qaldırın, ucadan həmd eləyib bildirin. Ya Rəbb, xalqını, İsraildən sağ qalanları xilas elə deyin. Mən onları şimal ölkəsindən qaytaracağam, dünyanın uzaq yerlərindən toplayacağam. Aralarında kör, topal, hamilə və doğan qadın da olacaq. Böyük bir cəmaat olub bura qayıdacaqlar. Onlar ağlaya-ağlaya gələcək. Yalvardıqları zaman onlara yol göstərib geri qaytaracağam. Axar sular boyunca büdrəməyəcəkləri düz yolla aparacağam. Çünki mən İsrailin atasıyam, Efraim də ilk oğlumdur. Ey millətlər, Rəbbin sözünü eşidin. Uzaqlardakı adalarda elan eləyib deyin, İsraili səpələyən onu bir yerə toplayacaq. Sürüsünü qoruyan çoban kimi onu qoruyacaq. Çünki Rəbb Yaqubu satın aldı, ondan güclü olanın əlindən qutardı. Onlar Siyonun yüksək təpəsinə gəlib tərənnüm eləyəcək. Rəbbin verdiyi nemətlər, taxıl, təzə şərab, zeytun yağı, qoyun keçi, malqara önünə axşacaq. Canları sulanmış bağça kimi olacaq. Bir daha taqətdən düşməyəcəklər. O zaman bakirə qız, cavan və qoca kişilər birlikdə rəqs eləyib sevinəcək. Mən onların yasını şadlığa çevirəcəyəm, sevincə çevirəcəyəm, kədərlərinə təsəlli verib onları sevindirəcəyəm. Kahinləri bol yeməklə doyduracağam, xalqım nemətlərimlə doyacaq. Rəbb belə bəyan eləyir. Rəbb belə deyir. Ramada bir səs eşidildi. Yas və acı fəryad səsləri. Rəhilə uşaqları üçün ağlayır, təsəlli istəmir, çünki onlar daha yoxdur. Rəbb belə deyir, səsini ağlamaqdan, gözlərini yaş tökməkdən qoru. Çünki çəkdiyin zəhmətin əvəzi veriləcək. Xalqım düşmən ölkəsindən qaydacaq. Rəbb belə bəyan eləyir. Gələcəyin üçün ümid var, övladların öz yurtlarına dönəcək. Rəbb belə bəyan eləyir. Bəli, mən Efraimin nalələrini eşitdim. Sən məni öyrədilməmiş dana kimi tərbiyələndirdin, mən də tərbiyə aldım. Məni geri qaytar qayıdım, çünki Allahım Rəbb sənsən. Mən yolumdan azdıqdan sonra tövbə elədim. Ağlım başıma gələndə əllərimi yanıma çırpdım. Cavanlığımda elədiyim eyib işlərdən utandım, rüsvay oldum. Efraim, əziz oğlum deyilmi? Mənim razı olduğum övlad deyilmi? Hər dəfə əleyhinə danışanda yenə onu yadıma salıram. Ürəyim onun üçün sızlayır, ona hədsiz rəhmim gəlir. Rəbb belə bəyan eləyir. Yol işarələri qoy, yol göstərən lövhələr düzəlt, böyük yola, getdiyin yola fikir ver. Geri dön, ey bakirə qıza bənzəyən İsrail, öz şəhərlərinə qayıt. Nə vaxta qədər sərgərdan gezəcəksən, ey dönük qız? Rəbb dünyada yeni bir şey yaradacaq, qadın kişini qoruyacaq. İsrailin Allahı olan ordular Rəbbi belə deyir. Mən onların sürgün olunmuşlarını geri qaytaranda, Yahuda torpağında və onun şəhərlərində yenə belə söyləyəcəklər. Ey ədalət yurdu, ey müqəddəs dağ, Rəbb sənə xeyir-dua versin. Xalq, əkinçilər, sürüləri ilə gəzən çobanlar, Yahudada və onun şəhərlərində birlikdə yaşayacaq. Çünki mən yorğun adama su verəcəyəm, taqətsiz adamı doyduracağam. Bu zaman oyanıb baxdım, yuxum şirin olmuşdu. Rəbb bəyan edir, İsrail və Yahuda torpaqlarında insan toxumu və heyvan toxumu əkəcəyim günlər yaxınlaşır.
Kökündən çıxarıb yox eləyəndə, yıxıb dağıdanda və bəla getirəndə onlara necə nəzarət elədimsə, dirçəldib yerləşdirəndə də eləcə nəzarət eləyəcəyəm. Rəbb belə bəyan edir. O vaxt adamlar daha atalar kal üzüm yedi, oğulların dişi qamaşır deməyəcək. Hər kəs öz təqsirinə görə öləcək. Kal üzüm yiyənin öz dişləri qamaşacaq. Yeni əhd. Rəbb bəyan eləyir. İsrail xalqı və Yahuda xalqı ilə yeni əhd bağlayacağım günlər yaxınlaşır. Bu əhd atalarını Misir torpağından çıxartmaq üçün əllərindən tutduğum gün, onlarla bağladığım əhdə bənzəməyəcək. Onların ağası olduğum halda o əhdimi pozdular. Rəbb belə bəyan eləyir. O günlərdən sonra İsrail xalqı ilə bağlayacağım əhd belədir. Qanunumu onların daxilinə qoyub ürəklərinə yazacağam. Mən onların Allahı, onlar da mənim xalqım olacaq. Rəbb belə bəyan eləyir. Bundan sonra bir kəs öz qonşusunu yaxud qardaşını Rəbbi tanıyın deyib öyrətməyəcək. Ona görə ki, böyüdən kiçiyə qədər hamı məni tanıyacaq. Çünki təqsirlərini bağışlayacağam, günahlarını daha yada salmayacağam. Rəbb belə bəyan eləyir. Gündüz işıq olsun deyə günəşi çıxaran, gecə işıq olsun deyə aya və ulduzlara qaydalar qoyan, dalğaları kükrəsin deyə dənizi qabardan Rəbb, adı ordular Rəbbi olan belə deyir. Əgər qoyulan bu qayda qanunlar önümdən götürülərsə, yalnız onda İsrail nəsli əbədilik bir millət olmaqdan çıxar. Rəbb belə bəyan eləyir. Rəbb belə deyir, əgər yuxarıda göylər ölçülə bilsə, aşağıda yerin təməlləri üzə çıxarıla bilsə, mən də onda bütün elədikləri işlərdən ötürü bütün İsrail nəslini rədd eləyərəm. Rəbb belə bəyan eləyir. Rəbb bəyan eləyir. Xananel qülləsindən künc darvazasına qədər şəhərin mənim üçün yenidən tikiləcəyi günlər gəlir. Oradan da ölçü ipi Qarev təpəsinə doğru uzanıb Qoaya dönəcək. Ölülərin və küllərin atıldığı bütün vadi, Qidron vadisinə qədər uzanan tarlalar, şərqdə at darvazasının küncünədək Rəbb üçün müqəddəs olacaq. Şəhər bir daha kökündən çıxarılmayacaq, heç vaxt dağıdılmayacaq.